məlumat üçün elə mən də çalışacağam ki, parlamentin son iclası ilə əlaqədar, yəni məsələyə münasibət bildirim. Xatırlayırsınızsa, artıq son bir aydır ki, yəni noyabr ayının 15-dən bəri, yəni artıq bizim 3 iclas olub, üçü də çox gərgin halda keçib. Məsələ, yəni ki, ölkədəki baş verən hadisələrlə əlaqəli deyil, məsələ məhz Azərbaycan Xalq Parlamentinin idarə etməsində olan böhranla əlaqədardır. Ötən səfər yadınızda gəlirsə, qeydiyyat məsələsinə əlaqədar, yəni millət vəkillərinin iclasda qeydiyyat məsələsinə əlaqədar adlarında, yəni ki, sistemə daxil olduqları kompüter və yaxud da ki, telefon avadanlıqlarında başqa digər adlarla qeydiyyatdan keçmişdilər. Bu da aydın məsələdir ki, normal bir haldır. Kimlərsə öz telefonu ilə yox, ola bilsin başqa bir yoldaşların telefon vasitələri ilə və yaxud da ki, kompüter vasitələri ilə daxil olublar. Onlar əslində iclasa girməmişdən qabaq reglamentin qaydalarına uyğun olaraq yarım saat ərzində rəisət heyətinin bir üzvü onları qeydiyyatdan keçirir. Yəni məlum olur ki, hansı ad altı ilə kimlər daxil olub və əgər həmin adı dəyişdirmək mümkündürsə, dərhal dəyişdirilməlidir. Ancaq biz nəyin şahidi olduq? Yəni bu günə qədər deyək ki, millət vəkili Kələntər, Kələntər bəy bu günə qədər Narnat adı ilə girmişdi. Yəni bilərəkdir ki, odur, ancaq onu xaric etdilər. Onun kimi bir çoxlarını xaric etdilər. Yəni bu əslində bunun arxasında bir məkirli bir niyyət dururdu. Onlar dəqiq bilirdilər ki, 22 nəfər millət vəkili ki, müraciət etmişdir rəisət heyətinin buraxılması məsələsinə baxılsın. Onlar bilərəkdən səsləri artıq azaldırdılar. Bunun üçün əllərindən gələn hər bir şeyi etdilər. Rəbiyə xanımı da Rəbiyə xanımın soyadı yadından çıxıb, onu da çıxartdılar. Müəyyən, belə deyək ki, hərəkətləri ilə bəzi millət vəkillərinin özlərindən, belə deyək ki, əsəblərindən oynadılar. Onlar məcbur olub, hətta istefa vermək istədilər. Xatırlayırsınızsa, yenidən eyni ssenari oldu, sözlər verilmədi. Millət vəkilləri o hala gəlib çatdılar ki, söz demək üçün deyirlər ki, mən istefa verəcəm. O zaman biz nəyə şahid olduq? O zaman şahid olduq ki, rəhbər heyət, yəni sədr və texniki məsələlərlə ona yardım edən millət vəkili, o cümlədən də rəisət heyətinin üzvü Abid Qafarovun üzündə bir gülüş təbəssümü görsəndi. Dərhal qələm kağız götürdü. Kimdir o? Dərhal ona söz verək. Millət vəkilləri, yəni çıxış etməkdən ötürü istefa verməyə hazır idilər və bunu da etdilər. Bu üzücü bir haldır. Və mən düşünürəm ki, bu təhrik olunmuş, qəsdən təhrik olunmuş, millət vəkillərinin əsəbi ilə oynadığı üçün bu istefalar sayılmamalıdır. Necə ki, həmin iclasın bütün gedişatı heç bir hüquqi normaya əsaslanmayıb. O cümlədən də xatırlayırsınızsa, bəzi millət vəkillərindən proqramın chat söhbət bölməsində mən istefa verdim ifadələri yazıldı. Dərhal onun da istefasını qəbul etdilər. Heç soruşmadılar ki, istefa verən adamdan soruşurlar. İstefa verdin, vermədin. Elə onun istefası qəbul olundu. Bəlkə mənim istifadəçi adımdan mən qırağa çəkilmişəm, başqa birisi yazır. Ümumiyyətlə, mən bilə-bilə yazmışam, bu soruşulmalıdır. Bunun bir protokollaşdırılmalıdır. Yəni bizim sənədlərdə də o hallar nəzərdə tutulub. Bunlar protokollaşdırılmalıdır. Ən azı insan hüquqları var, insan haqları var. Yəni bilirsiniz nəyə oxşadı? İndi mən bir bənzətmə aparacağam. Düşünürəm ki, çoxunuz onu xatırlayırsınız. 1992-ci il Milli Məclis, o zaman Ali Sovet yox, deyəsən Milli Məclis idi. Hacı Əbdül, millət vəkili Hacı Əbdülün bir çıxışı olmuşdu. Hətta millət vəkillərində bir gülüşə də səbəb olmuşdu. Deyir ki, bir gün qurbağalar yığışır, özlərinə bir padşah seçirlər. Deyirlər ki, bu bizi yaxşı idarə edəcək. Bunlar ki, başlayırlar qurbağalar səsini çıxartmağa, həmin Hacı Leyləyi seçirlər padşah. Hacı Leylək də ki, biz bilirik ki, onun qida rasionunun ən belə yağlı tikəsi qurbağalardır. Başlayır onları bir yeməyə. Bu ona oxşuyurdu. Yəni qəsdən elə bilin ki, sədr və sədarət, belə deyək, manipulyasiya eləyirdilər ki, bir millət vəkillərinin istefasına nail olsunlar. Bu da əslində kənardan indi sizin redaksiyada çoxlu zənglər olur. İndi bizim də dostlar, tanışlar, biz hətta istənilən kanallarda ki paylaşılıb, biz orada kommentlərdə oxuyuruq ki, xalq arasında, millət arasında bir mənalı qarşılanmadı, bir çoxları narazı qaldı. Yəni həmin günü səhv etmirəmsə, diktator sözü orada səslənməsə də, yəni eham olundu. Yəni bu belə getməz, yəni bu böhrandır, açıq böhrandır. Ona görə də yenidən Azərbaycan Xalq Parlamentinin millət vəkili olaraq siz qeyd elədiniz sayı 46 millət vəkili hələ ki var, ola bilsin ki bu sayı çox olacaq. Yenidən növbədən kənar
iclasın çağırılması tələb olunacaq. Çünki ötən səfər prosedur qaydalarına, protokol qaydalarına uyğun olaraq vaxtında bütün sənədlər də rəisət heyətinə təqdim olunmuşdu. Ancaq buna baxmayaraq heç bir əsas göstərilmədən iclas çağırılmamışdı. Bəhanə gətirilmişdi ki, növbəti iclasın tarixinə az qalıb, ancaq fövqəladə hal nəzərə alınmalı idi. Çünki növbəti iclas o şəkildə olmamalı idi. Əsas məsələ, yəni ki, rəisət heyətinin buraxılması ilə əlaqədar qərar layihəsi hazırlanmışdı. Onun səsləndirilməsinə imkan verilmədi. Xatırlayırsınızsa, mənə çıxış üçün hələ 5 dəqiqə vaxt vermək istəyirdilər. Ancaq mən reqlamento tərəflərinə uyğun olaraq haqqım olan 15 dəqiqəni tələb etdim. Onun da maalesef ki, 3də 1 hissəsini, bəlkə də çoxunu mən məcbur oldum iclasın gedişatına, iclasın əvvəlində baş verən haqsızlıqlara vaxt ayırım. Bu mənim həm millət vəkili kimi, bir vətəndaş kimi borcumdur. Çünki xatırlayırsınızsa, millət vəkili, rəisət heyətinin üzvü Abid Qafarovun millət vəkili Hüseynpur Süleyman haqqında çıxış elədi. Təxminən səhv etmirəmsə yarım saata yaxın idi. Yəni orada adları çıxarsaq, sadəcə onu bir baxsan, kənardan baxan düşünər ki, burada İran casusundan söhbət gedir. Bu birbaşa olaraq ona eham idi. Birbaşa olaraq onu belə deyək ki, şərləmək idi. Hətta mən çıxışımda dedim ki, siz onu İran casusu adlandırdınız. Dərhal dedilər ki, orada casus sözü çəkilmədi. Ancaq sən bir şeyi təsvir edirsən, adını demirsən. Təbii ki, bu tapmaca kimi bir şeydir. Yəni, sən denən ki, yaşıldır, yumrudur, qara zolaqları var. Biz biləcəyik ki, bu qarpızdır da, bu armud deyil ki. İndi də o elə bir tərzdə o ifadə olundu ki, təbii ki, bu da xoşagəlməz haldır.